Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ədəbiyyatdan süjet və kompozisiya, surətlər, müsbət, mənfi surətlər, baş qəhrəman, əsas surət və sair bu tip məsələlərdən danışacağıq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İndi isə keçək izahımıza. Həmçinin bundan əlavə qeyd edeyim ki, dərslərimiz haqqında məlumat almaq üçün gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi keçək izahımıza. Deməli, başlayaq əvvəl süjetdən. Süjet nədir? Süjet əsərdə hadisələrin müəyyən ardıcıllıqla bir-birini izləməsidir. Deməli, nədir? Əsərdə hadisələrin müəyyən ardıcıllıqla bir-birini izləməsi süjetdir. Süjet anlayışı lirik əsərlərə aid edilmir, süjet anlayışı epik və dramatik əsərlərə aid edilir. Düzdür, lirik nümunələrdə sonrakı dövrlərdə meydana çıxmış süjetli lirika mövcuddur, amma ki bu azdır, geniş deyil. Amma ümumilikdə deməli süjet anlayışı nəyə aiddir? Epik və ya dramatik əsərlərə aiddir. Süjet əsərdə hadisələr hər zaman gərgin olmur və ya hər zaman sakit tonda, sakit məcrada olmur və dəyişkən olur. Bəzən həddən artıq yüksək gərgin vəziyyət yaranır, bəzən isə həddən artıq mülayim məcrada davam edir. Buna görə əsərdə hadisələr süjet enən xəttlə inkişaf eləyə bilər və yüksələn xəttdən inkişaf eləyə bilər. Bu isə mərhələlər üzrə dəyişir. Əvvəl süjetin mərhələlərinə baxaq. Görək hansı mərhələləri var və həmin mərhələlər üzrə süjetin enən yoxsa yüksələn xəttlə inkişaf etdiyinə də baxarıq. Deməli, süjetin birinci mərhələsi adlanır ekspozisiya. Ekspozisiya. Bu birinci mərhələmizdir. İkinci mərhələmiz adlanır zavyaska. Zavyazka. Üçüncü mərhələmiz adlanır kulminasiya. Dördüncüsü razvyaska. Beşincisi, sonuncusu isə adlanır final mərhələsi. Baxın, 5 mərhələsi var süjetin. Belə bir zirvə, təpə çəkək. Deməli, hadisələr, süjet ekspozisiyadan zavyaskaya və zavyaskadan da kulminasiyaya qədər yüksələn xəttlə inkişaf edir. Kulminasiyadan finala doğru isə enən xətt müşahidə olunur. Çünki kulminasiya hərfi tərcümədə zirvə yüksəklik deməkdir. Hər an hadisələrin, əsərdə cərəyan edən hadisələrin maksimum nöqtəsi və ya biz buna hadisələrin ən gərgin olduğu nöqtə deyirik. Ən yüksək olduğu nöqtə deyirik. Bu kulminasiya ən yüksək zirvədirsə, deməli buna qədər olan hadisələr yüksələn xəttlə gəlir ki, burada ən yüksək mərhələyə çatır. Bu ən yüksək olduğu üçün bundan sonraki mərhələlərdə istər-istəməz bundan yüksək ola bilməz. Yəni, bundan sonrakilərdə məcburda onun daha aşağı tonda olsun və hadisələr enən xəttlə davam eləsin. Deməli, ekspozisiya və biz buna deyirik bədii müqəddimə. Bədii müqəddimə deyirik, girişdir bu. Əsərin girişidir. Burada obrazlar haqqında ilkin məlumat əldə olunur. Kimdir, nəticədir, qısa məlumat. Yəni, biz onlar haqqında bir növ proqnoz verməyə başlayırıq ki, bu necə ola bilər? Onların xarakteri tam olaraq açılmır burada. Çünki bu girişdir, hələ hadisələrin başlanğıcıdır. Burada obrazların konkret, spesifik xüsusiyyətləri üzə çıxmır. Həmin xüsusiyyətlər daha çox hadisələr gərginləşdikcə meydana çıxırlar. Ekspozisiya obrazlar haqqında ilkin məlumat, hadisələr haqqında ilkin təəssüratın yarandığı mərhələdir. Zavyaska buna düyün mərhələsi deyilir. Düyün. Bu, deməli, burada hadisələr gərginləşməyə doğru getməyə başlayır. Yəni, əsərdə qoyulan problem nədirsə, onun başladığı nöqtə adlanır düyün nöqtəsi, yəni zavyaska nöqtəsi. Məsələn, mən bunu hər zaman izah edəndə Dəhnamədən sitat gətirirəm ki, Xətainin Dəhnamə əsərində problem nə üzərində qurulur? Aşiqin məşuqa məktublar göndərməsi və məşuqənin hər dəfə rədd cavabı verməsi üzərində qurulur. Bəs bu problem nə vaxt başlayır? İlk məktubda başlayır, düzdür? Deməli, o zavyaska adlandıra bilər. Yəni, ilk rədd cavabı aldığı məqamı zavyaska adlandıra bilərik. Zavyaska ən böyük mərhələ hesab olunur. Süjetin ən böyük mərhələsi məhz zavyaska hesab olunur. Kulminasiya haqqında başlayanda danışdıq ki, kulminasiya ən yüksək nöqtədir, ən uca, hərf tərcümədə Gulmen sözündəndir, yüksəklik və ya zirvə deməkdir. Hadisələrin ən gərginləşdiyi məqam məhz kulminasiyadır. Kulminasiyadan sonra hadisələr artıq enən xəttlə, oxlar üzrə fikir verin, enən xəttlə cərəyan eləyirlər. Ardıca razvyaska və final mərhələsi gəlir. Razvyaska düyünün açılmasıdır. Düyünün
Açılması. Deməli, düyünün açılması nədir? Düyünün açılması əsərdə qoyulan problem harda həll olunmağa başlayırsa, həlli üçün ilk addım atılırsa, bax biz ona deyirik razviyaska. Yəni problemin həll olmağa başladığı məqam. Bax, problemin tamamilə həll olduğu, həllini tamamilə tapdığı məqam deyə bilmərik ya. Bu razviyaskadır. Burada problem hələ var. Sadəcə həlli başlayıbdır, yumşalma getməyə başlayır burada və finalda təbii ki, yekundur. Burada isə hadisələr tamamilə öz həllini tapır, problemlər aradan qalxır. Biz buna nə deyirik? Yekun və ya final mərhələsi deyirik. Bax, bu süjet və süjetin mərhələləridir. Unutmayın, süjet anlayışı lirik əsərlərlə bağlı anlayış deyil, epik və dramatik əsərlərlə bağlı anlayışdır. Ədəbiyyatımızda ilk vahid süjet xətti olan əsərlər qədim dövrdən etibarən, qədim dövr yazılı ədəbiyyatından etibarən meydana çıxıbdır. Bu da ki, Nizami yaradıcılığı ilə bağlıdır. Xosrov və Şirin. Keçək kompozisiyaya. Kompozisiya nədir? Hansı ünsürləri var? Deməli, süjet hadisələrin müəyyən ardıcılığı ilə bir-birini izləməsidirsə, kompozisiya hadisələrin əlaqələnməsidir. Bax, əlaqələnmə sözünü görürsənsə, orada süjetdən yox, kompozisiyadan söhbət gedir. Kompozisiyanın bir neçə ünsürü var. Hansılardır? Epiqraf. Epiqraf kompozisiyanın ünsürlərindən biridir. Sonra proloq, epilog, lirik ricət və ya buna haşiyə, həmçinin kənara çıxma da deyilir. Kənara çıxma da deyilir. Və nəhayət peyzaj. Çətin deyil, çətin deyil. Epiqraf nədir? Epiqraf əsərin əvvəlində verilən hikmətli sözlər olur adətən. Hikmətli sözlər. Bax, epiqraf süjetə daxil deyil. Yəni ki, deyək ki, Dəli Kür əsəridir, Dəli Kür. Bu əsər başlamamış, bunun yuxarısında belə bir xətt formasında deyək də, burada müəyyən bir fikir verilə bilər. Müəyyən bir fikir verilə bilər. Ona deyilir epiqraf. Həmin fikir müəllifin özü tərəfindən də yazılmış ola bilər. Hər hansı bir şairdən, yazıçıdan, mütəfəkkirdən sitat olaraq da gətirilmiş ola bilər. Yəni müxtəlif cür ola bilər. Məsələn, Mir Cəlalın Bir Gəncin Manifesti romanında Göz yaşı romanı bahar hissəsində başlamazdan əvvəl yazıb ki, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. Sitat gətiribdir. Bax, bu epiqrafdır. Epiqraf süjetə daxil deyil, amma əsər haqqında ilkin təəssürat yaradır. Yəni sən o fikri oxuyandan sonra səndə bir müəyyən bir təəssürat yaranır ki, əsərdə kimsə bədbəxt olacaq, hər hansı bir ailənin bədbəxtliyindən danışılır. Bu formada müəyyən bir təəssürat yaranır. Yəni təkrar edirəm, epiqraf süjetə daxil deyil, amma epiqraf süjet haqqında ilkin təəssürat yaradır. Əsər haqqında ilkin təəssürat yaradır. Yaxud da ki, götürək hansısan, götürək Cəlil Məmmədquluzadənin Saqqallı uşaq hekayəsi novella hesab olunur. Bəlkə də oxumusunuz. Orada əsərin başlamazdan əvvəl yuxarıda yazır ki, Qoqol Allah sənə rəhmət eləsin. Qoqolun əsərlərindən biri əsasında yazıbdır o əsərin. Ona görə məhz elə bir epiqrafda veribdir. Yəni bu da mümkündür ki, hər hansı bir müəllifin də adını çəkib ona ithafən yazdığında qeyd etmiş ola bilər. Bu da epiqrafa daxil edilir. Sonra proloq əsərin əvvəlidir. Əsərin əvvəli. Əsərin əvvəlində bu iri həcmli əsərlərdə olur, proloq anlayışı. Ümumiyyətlə, kompozisiyanın epilog, proloq anlayışları daha çox iri həcmli əsərlər çox xarakterik. Həmçinin o cümlə lirik ricətdə aid eləmək olar. Kiçik həcmli əsərlərdə süjet, vahid süjet hətta olur. Amma ki, kompozisiya bu formada kompakt olmaya bilər. Əsas kompozisiya ünsürləri daha qabarıq şəkildə özünü böyük həcmli, iri həcmli əsərlərdə göstərir. Xüsusən romanlarda, povestlərdə ola bilir. Deməli, proloq nədir? Əsərin əvvəlindədir. Əsərin giriş hissəsidir. Orada müəllif obrazlar haqqında qısa məlumatlar verir. Məhz həmin hissəyə deyilir proloq. Bu həmin proloq hissəsi əsasında biz növbəti hissələrdə məntiqi əlaqə qura bilirik. Epilog nədir? Epilog əsərin sonluğudur. Son, məntiqi yekun deyək də buna. Məntiqi yekun. Nə deməkdir bu? Bu adətən böyük həcmli əsərlərdə olur. Hər hansı bir əsərin sonunda, iri həcmli əsərin sonunda, yekununda müəllif həmin əsər haqqında öz təəssüratlarını yazır, qeyd edir.
Əsərin sonunda obrazların xarakteri haqqında, əsərdə qoyulan ideya, fikir haqqında müəllif bir yekunlama verir. Buna deyilir epiloq. Epiloq deyilir. Qayıdaq proloqa. Proloqda bir məsələni diqqətdən yayındırdım, unutdum deməyi. Proloq ön söz deyil. Ön söz deyil. Bəzi məqamlarda proloqu ön söz olaraq təqdim eləyirlər, amma proloq ön söz deyil. Ön söz müəllifin özü tərəfindən yazılmır. Deyək ki, hər hansı bir əsərə ön söz yazılırsa, İsmayıl Şıxlının Dəli Kür əsərinə ön söz yazılırsa, bunu İsmayıl Şıxlı özü yazmır. Onun başqa bir müəllif əsəri oxuyur, dəyərləndirir, ön söz yazır. Məsələn, deyək ki, Xeyrullah Məmmədov İsmayıl Şıxlının Dəli Kür əsərinə ön söz yazır. Bu müəllif özü yazmır, başqası tərəfindən yazılır. Amma proloq müəllifin özü tərəfindən yazılır. Ona görə ona ön söz demək olmaz. Düzdür, ön sözü xatırlada bilər, amma ön söz deyil. Daha sonra lirik ricat və peyzaj nədir? Deməli, lirik ricat kənara çıxmadı. Mən bunu necə izah edirəm? Deyək ki, Azərbaycan dilində hər hansı bir cümlə yazırsan, cümlənin ortasında mötərizə açıb hər hansı bir söz və ifadəni izah verirsən. Sonra mötərizəni bağlayıb həmin fikri davam elətdirirsən. Düzdür? Bax, həmin o mötərizədə yazılan hissəyə mən deyirəm, bax, lirik ricat xatırladır. Deyək ki, hər hansı bir hadisədən danışırsan, X hadisəsindən danışırsan. Sonra həmin hadisədə bir şəxsin, bir hadisənin, bir prosesin adı keçir. Başlayırsan o hadisə haqqında bir izah verirsən, ondan sonra sanki mötərizəni bağlayıb, burada olan bu hadisənin davamını buradan gətirirsən. Yəni bu arada olan həmin bu hadisə adlanır lirik ricat, haşiyə və ya kənara çıxma. Bu da daha çox dediyim kimi iri həcmli əsərlərdə müşahidə olunan bir haldır. Daha sonra peyzaj nədir? Peyzaj təbiət təsvirləridir. Təbiət təsvirləridir. Məsələn, peyzaja ağlıma mənim həmişə Dəli Kür əsərindəki Kür çayı gəlir. Kür çayının təsvir olunması gəlir orada. Kür çayı obraz səviyyəsinə yüksəldirir, insanları öldürən, qoynuna alan və s. müxtəlif formalarda təsvirini görürük. Bu nədir? Təbiət təsviri adlanır nə? Peyzaj. Bu kompozisiyanın ünsürləridir. Baxın, kompozisiyanın mərhələləri yoxdur, kompozisiyanın növləri yoxdur, kompozisiyanın ünsürləri var. Həmin o epiqraf, proloq, epiloq, lirik ricat və peyzaj kompozisiyanın məhz ünsürləridir. Bu haqda, süjet və kompozisiya haqqında bu qədər. Keçən indi davamında surət anlayışına geniş və dar anlamda bir nəzər salaq. Görək nədir surət? Surət anlayışı həm geniş, həm də dar mənada başa düşülə bilər. Deməli, surət anlayışı həm geniş, həm də dar mənada başa düşülə bilər. Dar mənada əsərlərdə olan insanlar nəzərdə tutulur. Amma geniş mənada əsərlərdə olan insan, heyvan, əşya, təbiət surəti ola bilər. İnsan, heyvan, əşya və təbiət surəti ola bilər. İnsan surəti haqqında geniş danışmayacağım, birazdan onun növlərindən danışacağıq. Amma bu gen mənada insan, heyvan, əşya və təbiət surətinə bir qısa fikir bildirək. Deməli, insan surəti heç, heyvan surəti, həmçinin əşya surəti. Əsərlərdə heyvanlar, hər hansı bir heyvan ola bilər, əşya ola bilər, qabardılır, obrazın xarakterinə uyğun ön plana çıxarılır. Məsələn, götürək Zəhər hekayəsini oxumusunuzsa, orada göy ürgə obrazı var. Meşəbəyi Mir Qasımın atı göy ürgə. Bir obraz səviyyəsinə yüksəldilir. Göy ürgə neçə illik Meşəbəyi Mir Qasıma yoldaşlıq eləmişdi. Orada deyir ki, göy ürgənin hər hərəkəti müəyyən bir işarə idi. Kimsə gəlməsəydi, yaxud da ki, yəhərin tapqırı qırılmasaydı, o yerində dayanıb ətrafı seyr eləməzdi filan bəs məkan. Bu formada onun xarakteri xüsusiyyətlərini sayır. Sonra İsmayıl Şıxlının Dəli Kür əsərində Cahandar ağanın atı, Qəmər obrazı var. O da Cahandar ağanın ən yaxın dostu, silahdaşı kimi təqdim olunur. Sonra Koroğlu dastanında qıratı görürük biz. Bunlar nədir? Heyvan surətidir. Əşya surətinə nümunə olaraq götürə bilərsiniz ki, elə Koroğlu dastanında Misri qılıncı, yaxud da ki, İsmayıl Şıxlının Dəli Kür əsərində Cahandar ağanın tüfəngini, yaxud da ki, Cəlil Məmmədquluzadanın Anamın kitabı trajikomediyasındakı həmin o kitab, Anamın kitabı və Bayaz deyirik, məktubdur. Bunlar hamısı nədir? Əşya surəti hesab olunur. Baxın, ədəbiyyatda seçilən heyvan surəti, əşya surəti təsadüfi xarakter daşımır. Məsələn, deyək ki, Koroğlunun sevimli heyvanı pişik ola bilməz. Onun sevimli heyvanı at olmalıdır. Çünki onu davadan xilas eləyə biləcək heyvan odur. İnsanın, obrazın xarakterinə uyğun seçilir. Yaxud da ki, Koroğlunun sevimli əşyası,
qələmi ola bilməz. Qılıncı olacaq, çünki o döyüşlərdə iştirak eləyir. Həmçinin eyni şeyi Cahangir Ağaya da aid etmək olar. Yəni əşya surəti və ya heyvan surəti seçilərkən obrazın xarakteri, əməlləri nəzərə alınır, mövzu ideya nəzərə alınır mütləq. Yəni təsadüfi xarakter daşımır. Test predmeti olan bir fikirdir, diqqətli olun. Təbiət surətinə də yenə də elə dəri kürəsəri ilə gedəcəm. Kür çayının orada təbiət səviyyəsində, obraz səviyyəsinə yüksəldilməsinin şahidi oluruq. Orada Kür çayı Cahangir Ağa kürə düşür. Sonra Cahangir Ağanın bacısı Şahnigar Kürdə boğulur. Cahangir Ağanın sevimli atı Qəmər Cahangir Ağa vurandan sonra Kür çayına düşür. Həmin o Kür çayı coşur, nə bilim, şahə qalxır. Sanki bu formada çox ciddi təsvirlərini görürük biz burada. Nədir bu? Bu təbiət surətinə nümunə kimi götürə bilərsiniz. İndi keçək nəyə? Keçək danışaq surət anlayışının müsbət mənfi surətindən baş qəhrəman, əsas surət, mənfi və müsbət surət. Bunlar nədir? Deməli, əsərdə baş qəhrəman olur, bir də ki, əsas surət olur. Həmçinin epizodik surət olur. Deməli, əsərdə baş qəhrəman nədir, əsas surət nədir? Əsərdə müəyyən bir ideya olur, fikir olur. Bax, həmin o ideyanın, fikrin daşıyıcısı baş qəhrəmandır. Yəni, müəllifin ideyasını daşıyan şəxs, ideya daşıyıcısı olan şəxs baş qəhrəman adlanır. Əsas surət baş qəhrəman yazaq. Baş qəhrəman. İdeya daşıyıcısı. İdeya daşıyıcısı kimdir? Baş qəhrəmandır. Bəs əsas surət kimdir? Əsas surət hadisələrin gedişatında ciddi iştirak edən şəxsdir. Əsas surət. Bax, baş qəhrəman və əsas surət anlayışlarını eyniləşdirmək olmaz. Bunlar eyni şey deyillər. Eyni anlayış deyillər. Əsas surət hadisələrdə aktiv şəkildə iştirak edən, hadisələrə istiqamət verə bilən, hadisələrə ciddi təsir göstərən, dəyişiklik eləyə bilən surətdir. Baş qəhrəman deyil. Bax, belə deyək də, hər hansı bir əsər əsər də götürə bilərik. Bu kino, film də ola bilər, seriallardan düşünün. Hər hansı bir əsərdə və ya həmin o dediyim kino və ya seriallarda bir baş qəhrəman olur. Bir də onun rəqibi olur, düşmən obrazı və yaxud da ki, baş qəhrəmanın yaxın dostu filan olur ki, ona əsər boyu dəstək olur, düzdürmü? Bax, həmin o obrazlar əsas surətlərdir. Çünki əsas surət hadisələrin gedişatına ciddi təsir göstərə bilən, hadisələrin gedişatı boyu iştirak eləyən və ön planda olan şəxsdir. Baş qəhrəman deyil. Baş qəhrəman deyil. Yaxşımı? Mütləq diqqətli olursunuz bu məsələdə. Əsas surət. Məsələn, götürək ki, Oktay Loğlu əsəri. Oktay orada baş qəhrəmandır, düzdür? Baş qəhrəman da hadisələrin gedişatı, ideya daşıyıcısı, çünki odur. Xalqın maariflənməsi fikrini o daşıyır öz üzərində. Amma götürək Aslan bəy əsas surətlərdən biri kimi götürülə bilər, yaxud da ki, Səməd bəy əsas surətlərdən biri kimi götürülə bilər. Əsas surətin müsbət və ya mənfi olmaq məhdudiyyəti yoxdur. Əsas surət müsbət də ola bilər, mənfi də ola bilər. Baş qəhrəman adətən müsbət olur. Baş qəhrəman adətən müsbət olur, amma hər zaman yox. Məsələn, Hacıqara əsəri var. Mirzə Fətəli Axundzadənin Hekayət Mərd Xəsis komediya hesab olunur. Bax, orada baş qəhrəman Hacıqara mənfi surətdir. Ümumiyyətlə, epizodik surət nədir? Mənfi surət nədir? Müsbət surət nədir? Bir ona aydınlıq gətirək. Baxın, əsərdə epizodik surətlər var. Epizodik surət nədir? Əsas surət hadisələrin gedişatına ciddi təsir göstərə bilən surətdir. Epizodik surət isə hadisələrin gedişatına ciddi təsir göstərməyə az məqamda gözə çarpan, bir neçə dəfə gözə görünüb sonra yox olan demək olar ki, yəni ideya daşıyıcısı olmayan, ideyaya xüsusi bir təsir göstərməyən obrazlar və ya surətlər kimdir? Epizodik surətlərdir. Məsələn, götürək Anamın kitab əsərində Qəmbər, Qurban, Zaman hadisələrin gedişatına ciddi təsir göstərmirlər. Sadəcə bir neçə məqamda görünüb, sonra yoxa çıxırlar. Sonra Nadir Şah tarixi dramı var, orada Nadir Şahın dayısı var. Epizodik surət. Bir-iki məqamda görünür, sonra yoxa çıxır. Epizodik surət məhz budur. Müsbət surət nədir, mənfi surət nədir? Müsbət və mənfi surət. Baxın, müsbət surət əsərdə müəyyən bir ideya olur. Həmin ideya daşıyıcısı kimdir? Baş qəhrəmandır. Müsbət qəhrəman yox, üzr istəyirəm. Müsbət surət həmin o ideyaya dəstək olan surətlərdir. Deməli, əsərdəki ideya tərəfdar olan surət müsbətdir. Əsərdəki ideyaya əleyhdar olan, yəni onun əleyhinə çıxış edən şəxs mənfi surətdir. Deməli,
ideya tərəfdarı. Bu müsbətdir. İdeya əleyhinə olanları isə bu kimdir? Bu mənfi surətlər hesab olunur. Daha sonra surət ümumiyyətlə ədəbiyyatda olan, əsərlərdə olan obrazlar iki üsulla yarada bilər. Tipikləşdirmə və ə, fərdləşdirmə. Nədir tipikləşdirmə və nədir fərdləşdirmə? Tipikləşdirmə, tipikləşdirmə və ya buna ümumiləşdirmə deyilir. Ümumiləşdirmə. Tipikləşdirmə və ya ümumiləşdirmə nəticəsində tip anlayışı meydana çıxır. Bir də var fərdiləşdirmə. Fərdiləşdirmə. Fərdiləşdirmə və ya buna xüsusiləşdirmə deyək. Xüsusiləşdirmə. Nədir tipikləşdirmə və ya xüsusiləşdirmə? Bu xarakteri meydana çıxarır. Tamam, belə bir izah verdik. Amma ki, ümumiyyətlə tipikləşdirmə nədir? Tipikləşdirmə və ya ümumiləşdirmə nədir? Hər hansı bir obraza bir çox insanın ümumi xüsusiyyətini yükləmək. Deyək ki, hər kəsdən eyni düşüncəyə sahib olan obrazı meydana çıxarırıq biz tipikləşdirmə nəticəsində. Fərdləşdirmə və ya xüsusiləşdirmə isə xarakteri meydana çıxarır. Nədir xarakter? O belə deyim də. Düşünün ki, hər kəs qatıq ağdır deyəndə mən dönüb qatıq qaradır deyirəmsə və bunu əsaslandırıramsa müsbət mənada, bu xarakteri ortalığa çıxarır. Hər kəs eyni fikirdədir, həmin o eyni fikir daşıyan şəxslər tiplərdir. Amma bunların əleyhinə çıxıb və müsbət mənada dediyim fikri sübuta yetirməyə çalışıramsa, mən xarakterəm. Götürək ki, Oqtay əsərində Oqtay xarakterdir. Çünki hər kəs öz mənafeyini, öz cibini, öz mənfəətini gütdüyü bir vaxtda Oqtay çıxır deyir ki, xalq əsasdır. Xalqı müdafiə eləməliyik, xalqı inkişaf elətdirməliyik, xalqın təhsili üçün çalışmalıyıq. Teatr yaratmalıyıq ki, xalq inkişaf eləsin. Belə bir fikir irəli sürür. Oqtay xarakterdir. Çünki hər kəsdən fərqli bir ideya ortalığa çıxartdı. Amma orada Aslan bəy var. Aslan bəy. O tipdir. Niyə tipdir? Çünki Aslan bəy hər kəsin ümumiləşmiş bir obrazıdır. Aslan bəy öz mənafeyini güdən, öz cibini güdən, şöhrətpərəst bir şəxsdir. Hansı ki, həmin dövrün insanları elə idi. Və Aslan bəy onları təmsil eləyirdi. Deməli, Aslan bəy nədir? Tipdir. Amma Oqtay Eloğlu nədir? Oqtay xarakterdir. Xarakter hesab olunacaq. Mütləq bu məsələyə diqqət yetirmək lazımdır. Daha sonra onu deyim ki, eyni obraz həm tip, həm də xarakter ola bilər. Bunu da unutmayın. Məsələn, Oqtay obrazı xarakter. Xarakter olaraq biz onu ümumiləşdiririk. Amma Oqtay həm də tip sayılır. Necə? Bir aydınlıq gətirək. Bax, deyək ki, Oqtay hər kəs öz mənafeyini gütdüyü bir zamanda ortaya çıxır, deyir ki, xalq əsasdır. Düzdürmü? Hər kəsdən fərqli bir fikir meydana çıxdı. Fərqli düşüncələrini ortaya qoydu, düzdürmü? Bu onun xarakteri olduğunu sübut elədi. Amma tip necə tip olur? Deyək ki, 100 insandan 95 nəfər özün əsas tutub xalqı əsas götürmürsə, Oqtay onlara nəzərən xarakterdir. Amma qalan o 5 nəfər var ha, onlardan biri hansı ki Oqtaydır. O 5 nəfərin 4-ü Oqtayla eyni düşüncədədir. Bax, Oqtay həmin 4 nəfərin tipidir. O 4 nəfərin tipi hesab olunur. Yəni eyni obraz həm xarakter, həm də tip hesab oluna bilir. Bu anlayışı mütləq yadda saxlayın, unutmayın. Bu da testlərdə tez-tez istifadə olunan məqamdır. Tez-tez istifadə olunan məqamdır. Daha sonra cərəyan və metod anlayışına bir aydınlıq verəcəm sizin üçün. Cərəyan və metod anlayışına bir aydınlıq verəcəm, çünki bu da tez-tez istifadə olunur. Bax, ədəbi cərəyan və ədəbi metod əslində oxşar xüsusiyyətlərə sahib olan anlayışlardır. Həm ədəbi cərəyan, həm də ədəbi metod eyni fikirləri daşıyan, eyni fikirlərə sahib olan, eyni düşüncəyə sahib olan müxtəlif şəxslər tərəfindən əsərlərində istifadə olunan fikirlərdir bir növ. Və düşünün ki, ədəbiyyatımızda ən qədim metod, ən aktual metodlar deyək də, romantik metod və realist metod hesab olunur. Deməli, realist və realizm və romantizm. Bunlar ədəbi metoddur.
Realizm başlayır 18-ci əsrdən Vaqifdən etibarən. Romantizm də əslində 18-19, daha doğrusu 19-20-ci əsrlərdə daha çox bağlayırlar. Amma ki biz görürük ki, qədim dövrdə Nizami də romantik yazıbdı, Füzuli, Nəsimi və digərləri, yəni ideallaşdırılmış fikirlər ortaya qoyublar. Romantik yanaşmadır hamısı bunlar. Həmin dövrdən başlayıb, düzdürmü? Realizm ətrafında birləşiblər 18-ci əsrdən bu günə kimi. Artıq 3 əsrdir, düzdürmü? Yaxud romantizm ətrafında birləşiblər ta qədim dövrlərdən bəri, artıq 1000 ilə yaxındır bir müddət əhatə eləyir. Bu metod. Metod anlayışı uzun müddət aktuallığını qoruyan fikirdir. Amma cərəyan da əslində metoddan oxşardır. Sadəcə cərəyan daha qısa müddət aktual olur. Qısa müddət. Yəni belə deyək də, cərəyanın nümayəndələri bir-birini görüb tanıyırlar. Metodun nümayəndələri bir-birini görüb tanıya da bilər, tanımaya da bilər. Məsələn, deyək ki, Vaqif realistdir, düzdür? Bəli, 18-ci əsrdə yaşayıbdı. Sabir də realistdir. Sabir də neçənci əsrdə yaşayıbdı? 21-ci əsrdə yaşayıb. Doğrumu? Özür istəyirəm, 21 dedim, 20-ci əsr. 20-ci əsrin əvvəlləri, 19-cu əsrin sonları. Görməyiblər bir-birini. Amma cərəyan anlayışı elə deyil. Cərəyan anlayışı daha qısa müddət aktual olurdu. Məsələn, füyuzatçılar cərəyana olubdu. Füyuzatçılar. Füyuzatçılar Əli bəy Hüseynzadə və onun düşüncəsində olan şəxslər. Hansı ki, 1905-10-cu illər aralığında aktual şəkildə, 10 da deməyəydi, biraz daha çox. Aktual şəkildə fikir cəbhəxanası olublar. Düzdürmü? Düzdür. Yaxud da ki, Molla Nəsrəddinçilər olublar. Molla Nəsrəddinçilər də 20-ci əsrin əvvəllərində fikir nümayəndələri hesab olunublar. Eyni düşüncəyə, eyni fikrə sahibdirlər və bir cəbhə formalaşdırıblar. Onların da nümayəndələrindən Molla Nəsrəddinçilər deyiblər və bu cərəyandır. Onlar yox, həmin deyək də, fəaliyyətlərin bitirəndən sonra artıq həmin cərəyanın davamı gəlməyibdir. Niyə? Çünki o cərəyandır və qısa müddət ərzində aktual olur. Amma ki, metod anlayışı daha uzun müddət aktuallığını qoruyan anlayışdır. Bu günlük bu qədər. Sualınız olarsa gördüyünüz nömrə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videomu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.